Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Əməkdar artist Metan İskəndərlinin keçmiş gəlini Canana onkoloji xəstəlikdən əziyyət çəkir. Xəbər verilir ki, o bu haqda Günə uğurla verilişinə deyib. O bildirib ki, bir dəfə buna görə əməliyyat olunub. Canana yenidən bıçaq altına yatacaq. Qeyd edək ki, Metan İskəndərlinin oğlu Kərimlə ailəli olan Canana qalmaqallı şəkildə boşanıb. Onların bu nikahdan 3 övladı var. Kərim hazırda ikinci dəfə ailə qurub. Şair Nazilə Səfərli bir neçə gün əvvəl qeyd etdiyi ad günü məclisindən görüntü yayımlanıb. Xəbər verilir ki, şair davulcunun məclisinə icazəsi gəldiyini deyib. Səfərli davulcu məclisinə xəbərsiz girib. Mən də elə bilirəm ki, musiqiçilər gətirib. Ayıbdır vallah, bütün ritmik yorulub deyə yayımladığı videoya yazıb.